Almaniyanın Hanover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyası və Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının qərarı ilə tanınmış professor, tibb elmləri doktoru, plastik və rekonstruktiv cərrah Vaqif Qələndər 2025-ci il tibb nominasiyası üzrə Nobel mükafatına təqdim edilib. Biz belə bir mövzunu Vaqif müəllim, siz müzakirə etmək istəməzdik. Ona görə istədik ki, səhər tezdən onu efirimizə dəvət edək və ətraflı şəkildə özü ilə danışaq. Plastik cərrah Vaqif Qələndər. Vaqif müəllim, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun bütün televiziya tamaşaçılarına və eləcə də televiziyanın bütün işçilərinə, rəhbər heyətinə təşəkkür edirəm ki, yəni belə bir məsələdə məni dəvət eləmişsiniz. Əlbəttə ki, bu gözəl bir məlumatdır. Mənim üçün də sürpriz oldu. Danışın, necə aldınız bu xəbəri? Necə oldu? Bizə də çox maraqlıdır. Sizinlə o anları bir də eşitmək. Bilirsiniz, yəni bu elə bir bunlar mərkəzdir ki, ora yəni heç bir müdaxilə mümkün deyil. Mənim rekonstruktiv cərrahiyə gətirmiş olduğum elmi yenilik bu çox önəmli bir dünyada qlobal bir məsələni həll elədi. Yəni bu 40 ildən çoxdur ki, bunun üzərində dünya plastik cərrahları, rekonstruktiv cərrahları iş aparırlar ki, bunu biz necə həyata keçirdə bilərik? Çünki sinənin əməliyyatından sonra, yanıqdan sonra və ya hər hansı bir xəstəlikdən sonra qadınlarda gedir söhbət. Onu yenidən necə bərpa eləmək, götürdükdən sonra necə bərpa eləmək olar? Yəni silikon implant yerləşdirməyərək? Yerləşdirməyərək, necə implant bərpa eləmək olar? Bunun dünyada 3 dənə yolu var. Kürəkdən, qarından və yaxud da bir də siz dediyiniz implantlardan istifadə olunur. Amma halbuki öz toxumasının sağlam hissəsini sağlam yerdən alıb qarşı tərəfə köçürtmək mümkündürmü deyə, çünki o da kiçildilirdi və bunun üzərində çox işlər aparılırdı və artıq bu mümkün olmurdu, çünki onu bəsləyən toxuma müəyyən arteriya yetmirdi. Amma mənim gətirmiş olduğum bu metodika, bu yenilik artıq yeni bir əməliyyat sırasında, əməliyyat daxilində eyni seansda bu əməliyyatı tamamən bərpa eləyib, əməliyyatdan sonra da digər etaplara ehtiyac qalmır. Bu böyük bir operasiya. Bu dünyada çox böyük bir. Bunu biz illərdir, hardasa mən bunun üzərində işlədiyim bir 27 ilə yaxın bir elmi işdir. Bu dünyada artıq demək olar ki, Amerika Birləşmiş Ştatlarında Florida Universitetinin yayınlamış olduğu dərslik ki var, bu rekonstruktiv cərrahların stolüstü kitabıdır. Onun 20-ci chapterində dərsliyə girdi.